Firuz Məhərrəmov, FM Network'ın direktoru və təsisçisi. Mən indi sizə bir-iki sual verəcəm. Və Firuz bəy, sizə elə olurmu ki, qonaqlar gəlirlər və bir neçə, yəni mən bilirəm ki, bir çox ailə quran yəni cütlüklər sizə müraciət də eləyirlər və sizdə bu elektrik əşyaların və s. hamısının bir satışları da var, düzdürmü? Biraz mənə danışardınız bu haqda. Daha sonra mövzuya dərhal keçirik. Hər vaxtınız xeyir olsun. Mən də bütün tamaşaçılarınızı, qonaqlarınızı salamlayıram. Bizdə elektronika əşyaları bildiyimiz kimi cehizli mallar, yəni xırdadan tutmuş iriyə qədər hamısı var. Əlbəttə ki, ailə quranlar, cehizli almaq istəyənlər də bizə müraciət edir və edə bilərlər də. Çünki şərtlərimiz çox sadədir, kredit şərtlərimiz də sadədir və məhsullarımız da keyfiyyətlidir. Və ətraflı məlumat verəcəm inşallah. Möhtəşəm. Mən geri dönəcəm sizə suallarımla. Firuz bəyə geri dönüş edəcəm hal-hazırda. Firuz bəy, biraz mənə şirkətiniz haqqınızda danışardınız. Nə ilə məşğuldur, daha ətraflı? Nə edirsiniz və birinci sizin mövzuya yüngülvari girim çıxım, sonra girim çıxım mövzumuza və fikir bildirim bizə xarici və daxili görüşlər. Ümumiyyətlə belə bir deyim var, insanı görünüşünə görə qarşılayırlar, danışığına görə yola salırlar. Amma deyirsiniz xarici və ya daxili görünüş. Xarici görünüşə görə zövq üçün xarici görünüş, amma ömürlük yol çıxmaq üçün daxili görünüş. Bunlar 50-50 olmalıdır və qaydaq bizim şirkətə. Bizim FM Network şirkəti Azərbaycanın İlk yerli network marketing şirkətidir. 1 iyul 2024-cü ildə İki saylı ərazi vericilər dairəsindən rəsmi qeydiyyat alınıb FM Network MMC adı altında və hal-hazırda tam bir aya yaxındır ki, starta başlamışıq və bütün network şirkətləri bütün dünyalardan, fərqli ölkələrdən Azərbaycana gəlib. Azərbaycan hal-hazırda bütün iqtisadi, siyasi hər şeyinə görə dünyada tanınır. Dünyada öndə gedən ölkədir. Ancaq heç bir dənə də olsa network marketing şirkəti yoxdur. Mənə biraz açıqlayardınız da network marketing nə demək? Network marketing nə deməkdir? Network marketing öz məhsullarını isti bazar yolu ilə satışa çıxardan biznes modelidir. Və network marketinglə məşğul olan şirkətlərdə öz məhsullarını, belə bir şey deyim, istənilən bir şirkətin tutalım satışa çıxardığı mallar var. Bu malları satışa çıxarmaq üçün şirkət nə etməlidir? Bunu tanıtım eləməlidir. Düzdür? Network marketing şirkətləri isə insanlar üzərindən tanıtım eləyir. Necə? Dünyada ən güclü reklam nədir? İnsanlar. Misal üçün, siz hansısa bir reklamda tutaq ki, bir toz soranı gördünüz, onu almaq istəyirsiniz. Sizin ən yaxın rəfiqəniz sizə desə ki, alma, mən ondan almışam, xarabdır, nə bilim, qızır və s. Siz kimin alacaqsınız? Təbii ki, rəfiqəmə. Aysan. Deməli, network marketing şirkətlərində məhsul və ya xidmət növünü yaxınlarınızın tövsiyəsi ilə alırsınız və öz yaxınlarınıza tövsiyə edirsiniz. Burada necə olur? Şirkət müştərilərə maddi maraq qoyur. Yəni, istənilən bir insan şirkətdən həm məhsul alıb, müstəqil təmsilçi ola bilər, yaxud da ki, sadəcə olaraq müştəri ola bilər. Yəni, bir var ki, alıram, sadəcə mal qalır mənə. Bir də var ki, malı alıram, üstündə biznes plan qazanıram. Onlayn şəkildə məşğul olub, əlavə gəlir qazanır. Yəni, deyək ki, mən toz soran aldım və daha mən bunu satışına da keçə bilərəm sizin vasitənizdə. Təbii ki, satışına keçə bilərsiniz. Endirim alıram mı mən o toz soran alanda? Avtomatik şirkətin, FM Network şirkətinin üzvləri 10%-dən 35%-ə qədər üzv olmaq üçün nəsə ehtiyac var ödəməyə? Ödəniş deyil, sadəcə olaraq ömründə bir dəfə evinizə nə lazımsa onu alırsınız. Yəni, ödəniş olan sistemlər, ümumiyyətlə Network Marketing 47-ci ildən bu tərəfə olan sistemlərdir. Azərbaycanda yüzlərlə növləri var, amma buna bənzər oxşadıb fürsətdən istifadə edib Ponzi, piramida sistemləri yaradırlar, hansı ki, ortada bir mal yoxdur. Yəni, əgər deyilirsə ki, pul yatırım edirsən və sənə aylıq faiz gələcək, illik faiz gələcək, gətirdiklərindən sənə bonus gələcək, nə bilim nə, bunlar qadağan olunmuş sistemlərdir. Mən dəfələrlə bunu kütləvi informasiya vasitələrlə də insanlara xəbərdar eləmişəm, uzaq qaçın. Yəni, müftə pendir tələdə olar. Yəni, pul qoy, pul gəlsin, belə bir şey yoxdur. Misal üçün, mən gəlirəm sizin yanınıza və mən sizin üzvünüz olmaq istəyirəm. Mən sizin üzvünüz olmağım üçün evimə bir neçə əşya alıb üzv ola bilərəm, yoxsa hamısını? Bir ədəd də ala bilərəm. Ömründə bir dəfə hər hansı bir şey, nəyə ehtiyacınız var? Toz soran deyək ki. Toz soran, mikser, blender, fen, lazer, bəli, avtomatik. Və daha sonra mən gedirəm rəfiqəmə, misal üçün, Nigara. Əgər pul qazanmaq istəyirsinizsə, bu məcbur deyil. Məcbur deyil, istəsəm ola bilirəm. Bəli, üzv oldunuz, avtomatik endirimimiz var. Növbəti mal, istənilən bir şey, evinizə tutalım xaldenlik lazımdır. Normalda xaldenlik hər yerdə 700 manatdır, avtomatik sizə olur 600 manat. Aha, mən aldım bu toz soranı, gedirəm rəfiqəmə deyirəm, rəfiqəm də gəlir alır. Rəfiqəm gəlib sizdən alanda bu toz soranı. Mən nəsə qazanıram. Bəli, bonus verir. Şirkətin standart marketing planı var. Evdə oturub qazanmaq yəni. Bəli, yəni tanıtım elədiniz, qazandınız. Çox bəyəndim. Belə bir bənzər şirkətlər varmı? Yəni, varsa da fərqiniz nədir onlardan? Bəli, belə bənzər, təkrar qeyd edirəm, Ponzi və piramidaları heç izah elədim, yəni bunlardan uzaq dursunlar. Amma həqiqi şəbəkə marketingi ilə məşğul olan Azərbaycanda şirkətlər var. Mən özüm şəxsən 5 il digər şirkətdə, 10 il bir dost şirkət var, orada məşğul olmuşam.
Və bunlar həqiqətən də real, toxuna biləcək mal satırlarsa, bu demək ki, qanuni şəbəkə bizneslərdir. Bizim sadəcə olaraq onlardan fərqimiz odur ki, minimum sərmayələrlə başlamaq olar biznes qurmağa, plus məhsullarımız, yəni hər çeşid məhsullarımız var. Üstə gəlinsin, aylıq aktivləşməyimiz yoxdur və s. Bəzi şirkətlər var ki, hər ay təkrar mal almaq məcburiyyətindəsən, balın yanır, yığdığın point yanır, kod yanır və s. Belə heç bir şərtlər yoxdur və sadə binary sistemdir, yəni 2 qat artım sistemidir. Mən deyək ki, sifariş verdim sizdən bir toz soğan, amma mənə nə vaxta gəlib çatır? Məhsulların satılması 7-30 gün ərzindədir. 30 gün niyə force major hallar nəzərdə alınır? Normalda 7 gün ərzində satılır. Sadəcə ola bilər ki, siz elə model toz soğan istəyirsiniz ki, o hal-hazırda